Salam dostlar. Elə bir hökmdar düşünün ki, türk dilini dövlət səviyyəsinə qaldırıb, amma bugün bəziləri ona türk düşməni deyir. Necə ola bilər bu? Gəlin bugün türk tarixinin ən mürəkkəb, ən çox müzakirə olunan simmalarından birindən danışaq. Şah İsmail Səfəvi. Baxın, problem də elə buradadır. Bir tərəfdən o, bir milləti ayağa qaldıran, bir dövlət quran qəhrəman kimi görülür. Amma eyni zamanda başqa bir tərəfdən bütün türk dünyasını bir-birinə vuran, parçalayan bir figur kimi də tanınır. Yaxşı, bu mübahisəli şəxsiyyəti anlamaq üçün gəlin əvvəlcə onun kim olduğuna qısaca nəzər salaq. Söhbət 1501-ci ildən 1524-cü ilə qədər bütün regionun siyasi xəritəsini demək olar ki, yenidən cızan bir hökmdardan gedir. O, həm də qüdrətli bir şair və bölük bir rəqib idi. Onun atdığı addımlar inanın ki, bugün də öz təsirini göstərir. Deməli, hekayəmiz 1487-ci ildə Ərdəbildə başlayır. O, köhlü türk Səfəvi şeyxlərinin nəslindən idi. Amma onun uşaqlığı, təsəvvür edin, daim bir qaçış, bir gizlənmə içində keçib, hər an təhlükə altında. Lakin 1501-ci ildə hər şey kökündən dəyişdi. O, Təbrizə zəfərlə daxil olaraq özünü şah elan etdi. Bəs bütün bu güc, bu imperiya haradan peyda oldu? Hər şey bir yeniyetmənin, bəli, bir oğlan uşağının inanılmaz hekayəsi ilə başlayır. 14. Bəli, düz eşitdiniz. Cəmi 14 yaşında. Bir anlıq təsəvvür edin, bu yaşda bir gənc nəinki bir şəhəri alır, bütün pərakəndə halda olan Azərbaycan torpaqlarını birləşdirir və yeni, nəhəng bir imperiyanın Səfəvi dövlətinin təməlini qoyur. Bu sadəcə heyrətamiz deyil, bu sözün əsl mənasında tarixin axarını dəyişən bir hadisədir. Yaxşı, sual yaranır. 14 yaşlı bir yeniyetmə bunu necə bacardı? Onun gücünün sirri nədə idi? Gəlin indi Səfəvi dövlətini regionun ən güclülərindən birinə çevirən o təməl daşlarına, o sütunlara birlikdə baxaq. Birincisi, vahid dövlət. Dağınıq halda olan onlarla türk tayfasını bir bayraq altında birləşdirdi. Vergiləri, torpaq idarəçiliyini sistemə saldı. Bu, o dövr üçün inqilabi bir addım idi. İkincisi və bəlkə də ən vacibi, milli dil. Azərbaycan türkçəsini dövlətin rəsmi dili elan etdi. Sarayda, orduda, sənədləşmədə hamı bu dildə danışırdı. Və bu sadəcə quru bir siyasi qərar deyildi, yox. Bu, onun ürəyindən gələn bir şeydi. Hamımızın bildiyi Xətai təxəllüsü ilə yazdığı şeirlərdə ana dilinə olan sevgisini, bağlılığını hər misrada görmək olar. Və təbii ki, qızılbaşlar. Onlarsız bu hekayə olmazdı. Bəs kim idi bu qızılbaşlar? Onlar Səfəvi ordusunun onurğa sütunu, İsmailin son nəfəsinə qədər sadiq olan döyüşçü türk tayfaları idi. Adlarını da başlarına taxdıqları 12 imamı simvolizə edən o məşhur 12 zolaqlı qırmızı papaqdan almışdılar. Bütün imperiya əslində onların çiyinləri üzərində qurulmuşdu. Və nəhayət mədəni paytaxt. Təbriz sadəcə idarəetmə mərkəzi deyildi. Şah İsmail oranı dövrün ən canlı sənət, ticarət və mədəniyyət mərkəzlərindən birinə çevirdi. Təbriz miniatür məktəbi bütün dünyada məşhurlaşdı. Deməli, baxın, qarşımızda güclü, mərkəzləşmiş, dili türk dili olan bir dövlət var. Və sonda sual ortaya çıxır. Bu qədər nailiyyətə baxmayaraq, niyə bugün o bu qədər mübahisəli bir fiqurdur? İndi gəldik məsələnin ən həssas, ən gərgin nöqtəsinə. Gəlin rəqabətin köklərinə inək. İndi isə gəldik hekayəmizin dönüş nöqtəsinə. Onun hakimiyyətinin bəlkə də ən taliyə yüklü, hər şey dəyişdirən qərarına. Bu qərar nə idi? 1501-ci ildə 12 imam şiəliyini dövlətin rəsmi dini elan etməsi. Bəli, bu addım daxildə tayfaları bir ideologiya ətrafında birləşdirdi, amma eyni zamanda qonşularla arasında keçilməz bir məzhəb divarı hördü. Və bu divarın o biri tərəfində kim var idi? Dövrün super gücü, Sünni Osmanlı imperiyası. Bu qərar Səfəvi dövlətini birbaşa Osmanlı ilə üz-üzə qoydu və bu, əsrlərlə davam edəcək qanlı bir rəqabətin başlanğıcı oldu. Məşhur Çaldıran döyüşü də elə bu münaqişənin ən kritik anlarından biridir. 1514-cü ildə Çaldıran düzündə iki türk ordusu üz-üzə gəldi. Osmanlılar odlu silahları sayəsində döyüşdə qalib gəlsələr də, Səfəvi dövlətini tamamilə məhv edə bilmədilər. Amma bu döyüş iki imperiya arasındakı düşmənçiliyi demək olar ki, yüzilliklər boyu möhürlədi. Yaxşı, gəlin bugünkü mübahisələrin kökündə dayanan səbəbləri bir-bir açaq. Ümumiləşdirsək 4 əsas amil var. Birincisi, tarixi rəqabət. Təbii ki, Osmanlı mənbələri onu düşmən kimi göstərirdi. İkincisi, məzhəb fərqi. Bu, onları sünni dünyasından ayırdı. Üçüncüsü, müasir millətçilik.
İranın Səfəvi mirasına sahib çıxması bəzilərində onun güya Fars hökmdarı olduğu kimi yanlış bir təəssürat yaradır. Və dördüncüsü təhsil. Bəzi dərsliklər hələ də hadisələrə sırf Osmanlı pəncərəsindən baxır və İsmailin türk kimliyini kölgədə qoyur. İndi isə bütün bu siyasi, dini rəqabətləri, sonradan yazılan hekayələri bir kənara qoyaq. Gəlin sərt, soyuq faktlara baxaq. Görək tarix özü nə deyir? Fakt 1. O, etnik olaraq türk idi. Bütün ciddi tarixi mənbələr təsdiq edir ki, onun mənsub olduğu Səfəvi nəsli türk mənşəli idi. Vəssalam. Bu, müzakirə mövzusu deyil. Fakt 2. Səfəvi dövləti bir türk dövləti idi. Niyə? Çünki bu dövləti quranlar, ordusunu təşkil edənlər, onu qoruyub böyüdənlər, qızılbaşlar, yəni türk tayfaları idi. Məntiq bu qədər sadədir. Fakt 3. Bəlkə də ən dəmir kimi sübut. Rəsmi dil, sarayın dili, ordunun dili, dövlət sənədlərinin dili, hamısı Azərbaycan türkçəsi idi. Bundan daha aydın sübut ola bilməz. Və bütün bu faktları toplayanda ortaya nə çıxır? Nəticə budur ki, Şah İsmail istər hərbi, istər siyasi, istərsə də mədəni baxımdan türk dünyasında dərin və silinməz izlər buraxmış bir liderdir. Deməli, bax, bu yekun fikir məncə bütün məsələyə nöqtə qoyur. Yəni, bu gün onun şəxsiyyəti ətrafında gedən mübahisələr, bunlar tarixi həqiqətlərdən yox, əsrlər sonra formalaşan siyasi və mənsəb rəqabətlərindən qaynaqlanır. Və sonda, gəlin bu sual üzərində biraz düşünək. Bizim tarixə baxışımız əslində nə qədər faktlara, nə qədərsə qaliblərin yazdığı hekayələrə əsaslanır. Yəni, biz keçmişi olduğu kimi, yoxsa kiminsə bizə danışdığı kimi bilirik? Həqiqətən də düşünməyə dəyər.